Aparıcı Xoşgədəm Hidayət qızı ailəsi ilə istirahətə yollanıb. Müsavat.com xəbər verir ki, aparıcı həyat yoldaşı tanınmış müğənni Doğuş və əkiz övladları Arda və Arınla Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Xoşgədəm Hidayət qızı Dubayda ailəsi ilə çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşaraq yeni ilin ilk günləri ilə bağlı duyğularını bölüşüb. O paylaşımında bunları yazıb. Yeni ilin ilk həftəsi, hər gün ümidlə açılan bir səhər. Hər gecə ürəkdə böyüyən yeni arzular. Keçmişin ağırlığı yavaş-yavaş geridə qalır. Ruhumuz isə yenilənməyə başlayır. Bu günlər bizə xatırladır ki, başlanğıclar həmişə sakit olur, amma güclü iz buraxır. Yeni ilin ilk həftəsi, inanmaq, cəsarət etmək və özünə bir şans daha vermək vaxtıdır. Qeyd edək ki, Xoşgədəm Hidayət qızının əvvəlki ailəsindən Zaur adlı daha bir övladı da var.